Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə martın 29-u Dahi Akademiyada keçirilən blok sınaq imtahanından tarix fənninin suallarını izah edəcəm. 31-ci sualımız Nadir Şahın fəaliyyəti ilə bağlıdır. Nadir Şah ölkəni vilayətlərə bölüb, ruhanilərin var-dövlətini müsadirə etmişdi, kəndliləri hərbi qulluğa çağırmışdı, Rusiya ilə danışıqlar aparmışdı, bu donanma yaradılması məqsədi ilə. Burada yanlış cavab C-dir. Qarabağ xanlığına tabi olan mahalları Gürcü hakiminə vermişdi. Nadir Şah olanda, yəni 1736-47-ci illər aralığında Qarabağ xanlığı olmamışdı. Qarabağ xanlığı Nadirin ölümündən sonra yaranıb. Doğru cavab C. 32 göstərilənlərin aid olduğu dövləti müəyyən etməliyik. Qərbi Göytürk dövlətinin varisi idi. Peçenik Türk tayfalarla mübarizə aparmışdı. Bu Xəzər xaqanlığıdır. Cavab D. 33. Şirvanşahlar və Ağqoyunlu dövlətlərinin oxşar cəhətlərini istəyir. Əfşarlar dövlətinə məğlub olmaları Ağqoyunlu 1501-də süqut eləyib. Şirvanşahlar 1538-də əfşarları görməyiblər. Bir olan variantları silirik. Dərbənd keçidinin möhkəmləndirilməsi Şirvanşahlara aiddir, ancaq 2-ni silirik. Cavabımız alınır 3, 4, 5. Amma digər variantlara da baxaq. Səfəvilərə qarşı mübarizə aparıb. Bu Şirvanşahlar Səfəvilərə qarşı mübarizə aparıbdır. Həmçinin Ağqoyunlu. Teymuriləri Şirvanşahlar məğlub eləyib. Həmçinin Ağqoyunlu 15-də mövcud olub. Bəli, hər ikisi doğru cavab A bəndi. Sonra 34-cü sualda 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanan müqavilə Şərur Dərələyəz Ermənistana verilir bu müqaviləyə əsasən. Cavab Y bəndidir. 35. Yusif İbn Əbu Sacla Böyük Karın fəaliyyətinə mücəhət A. Yeni dövlətin əsasını qoymuşdu. Yusif Sacıoğlu dövlət əsası qoymayıb, nə də Karl. Məsələn, Sacilər dövlətinin əsasını Məhəmməd Əbu Sac qoymuşdu. Böyük Frank dövlətində Xlodvig qoymuşdu. A getdi. Mərkəzi Asiyada baş verən üsyanları yatırması. Heç birinin Mərkəzi Asiyayla əlaqəsi olmamışdı. İdarə etdiyi dövlətlərin son hökmdarıdır. Sacıoğulların son hökmdarı Deysəm idi. Ərəblərlə mübarizə aparıblar. Bəli, Yusif Sacıoğlu ərəblərlə müharibə aparıb, həm də Böyük Karl ərəblərlə İspaniyada müharibə aparmışdı. Cavab doğru cavab D-dir. Sonra 36-cı sualımız. Göytürk dövlətində İstəmi Yabqudan fərqli olaraq Qərbi Hun dövlətində Attila Qalliyaya hərbi yürüş təşkil edib. Amma İstəmi Yabqu Qalliyaya yürüş təşkil etməmişdi. Cavab A-dır. Yenə B-yə baxaq. Şərqi Roma imperiyası, yəni Bizansa son qoyub bu Osmanlıya aiddir. A-dır cavab. B yanlışdır. Bir dəqiqə bunu səhv sildik. Cavab A-dır. Xəzər xaqanlığı ilə mübarizə, xeyr, bu İstəmi Yabquya aiddir. Sasanilərlə mübarizə aparmışdı. Attila Sasanilər üzərinə yürüşə hazırlaşıb, amma yəni yürüş Attila vəfat etdiyinə görə alınmamışdı. Çinlə sülh müqaviləsi imzalanmışdı. Bu da heç biri cavab A-dır. 37-də doğru cavabı tapmalıyıq. Cəlalilərdən fərqli olaraq Qaraqoyunlu dövləti. Cəlalilər dövlətindən fərqli olaraq Qaraqoyunlu dövləti Teymurilərin paytaxtını tutub, bəli, Cahanşah 1458-59-da Əmir Teymurla Bağdad döyüşündə mübarizə aparıb hər iki müttəfiq. Daha sonra Həsən bəy Bayandurlu ilə mübarizədə məğlub olmuşdu. Cəlalilərdə Həsən bəy, Cəlalilər 1410-da süqut eləyiblər, yəni necə demək mübarizə apara bilərlər. Amma Qaraqoyunlu dövlətinin varlığına məhz Ağqoyunlular son qoyublar, yəni Həsən bəy ilə mübarizə aparıblar. 1-ə AC. Ağqoyunlu dövlətindən fərqli olaraq Səfəvi dövləti Osmanlı ilə müharibələr aparıb, həm Ağqoyunlu, həm Səfəvi hər ikisi. Kəsranilərin hakimiyyətinə son qoymuşdu. Səfəvilər Şirvanşahlara son qoyub, amma o zaman Dərbəndilər sülaləsi idi. Tamğanı bəli ləğv etmişdi Şəh Təhmasib tərəfindən. 1-ə AC, 2-yə C, cavab olur A bəndi. Daha sonra 38-ci sual. 38-ci sualda bütün Azərbaycanı tabe etmiş ərəblərin ilk illərdə yürütdükləri siyasət himayət. Burada əsas ərəblərin vergi siyasətinə yox, ərəblərin ilk
illərdə yürütdüyü siyasətin mahiyyətinə baxırıq. Demək, burada müsəlman əhali dini vergilərdən tamamilə azad edib, tamamilə ola bilməz, bir getdi. Bir olan cavablar çıxırıq. Vergiləri bütün icmadan deyil, ayrı-ayrı adamlardan alırdılar. Xeyr, yəni ayrı-ayrı adamlardan almırdılar. Ölkənin daxili həyatına çox müdaxilə etmirdilər, düzdür. Xəracı məhsula görə deyil, torpaq sahəsinə görə toplamağa başladılar. Xeyr, elə məhsula görə toplayırdılar ilk illərdə. Sonra demək, torpaq sahəsinə görə toplamağa başladılar. Daha sonra vergilərin alınması ilə kifayətlənirdilər, bəli. Ancaq vergiləri alıb əhalinin həyatına çox müdaxilə etmirdilər. Daha sonra uyğunluq pozulmuşdu. Hökmdara məxsus torpaqlar xalisə, düzdür. 17-də aparıcı torpaq mülkiyyət divan xalisə, düzdür. Çobanbəy otlaqlardan istifadəyə görə düzdür. Soyurqal irsən keçə bilirdi, düzdür. Cavab torpaqdan istifadəyə görə alınırdı, xüms. Xeyr, torpaqdan istifadəyə görə alınmırdı xüms vergisi, B-dir. Daha sonra 40. 11-16-cı əsrlərdə Katolik kilsəsinin bəşəriyyət tarixində törətdiyi dəhşətli qırğınlara aiddir. Şərqə səlib yürüşləri, bəli, 11-13, biri götürəcək. Fransada yaranmış Anglikan kilsəsi. Anglikan kilsəsi Fransada yaranmamışdı. İngiltərədə yaranıb. 2 yanlışdır. 2-ləri çıxırıq. Kilsə reformasiyasına qarşı mübarizə, düzdür. 1-3 doğrudur. Cavab B-dir. Amma cavab B olsa da Böyük Karl tərəfindən sakslara qarşı Böyük Karl 768-814-də yaşayıb. Amma bizə 11-16 lazımdır. Ona görə cavab 1-3-dür. Növbəti sualda mezolit dövrünün paleolit dövründən fərqi enolit oxşar cəhətini müəyyən edin. Yəni burada mezolit dövrünün paleolitdən fərqi mezolitlə enolitin oxşarlığını istəyir. İnsanların əkinçilik maldarlıqla məşğul olması, bəli, bu mezolitdən başlayıb sonraki mərhələlərdə olub. 1 doğrudur. Götürürük. Metaldan əmək alətləri bu enolitə aid, yəni nə mezolitdə əvvəlki mərhələlərdə olmayıb. 2-ləri silirik. İnsanlar qəbilədə yaşayırdılar. Bu üst paleolitdə, yəni paleolitdə də olub, mezolitdə də, enolitdə bu oxşardır. 3-ü də silirik. Mikrolit əmək alətləri mezolitdən istifadə edilib, yəni mezolitdən sonraki mərhələlərə də aiddir. 4 də düzdür. Sonra əmək alətləri daşdan, bu da bütün mərhələlərdə olub ki, daşdan bu oxşardır üçün. Amma bizə sırf mezolitlə enolit oxşar, paleolitdən fərqli istədiyinə görə C bəndidir. Növbəti sual 42-ci sualdır. Eldənizli hökmdarı Əbubəkir Məhəmməd Cahan Pəhləvandan fərqləndirir. 12-ci əsrdə hakimiyyətdə olub hər ikisi. Xərəzmşahlara qarşı mübarizə, bəli, bu Əbubəkirin fəaliyyətinə aiddir. Doğru cavabımız B-dir. B. Paytaxtı Həmədana köçürən Məhəmməd Cahan Pəhləvan, diktə paylayan Məhəmməd Cahan Pəhləvandır. Şirvanşahları işləvə birləşdirən də bu Şəmsəddin Eldənizdir. Daha sonra demək, uyğunluq pozulub. Osmanlı dövlətində 17-ci əsrdə islahatlar Köprülü Mehmet Paşa tərəfindən həyata keçirilib, doğrudur. Osmanlı dövlətində İbrahim Paşanın dövrü Lalə dövrü adlanır, düz. Buxarest sülhü ilə Dunay çayında Rus gəmilərinə üzmək hüququ verilmişdi, bu səhvdir. 19-cu əsrin 60-cı illərində Gənc Türklər Təşkilatı, xeyr, yeni Osmanlılar idi 19-cu 60-cı illərində yaranan. Gənc Türklər 1889-dur. Kiçik Qaynarca ilə Krımın müstəqilini tanımışdı, xeyr, bu yazısıyla idi, bu da yanlışdır. 43-dən sonra 44-cü sülh test. Albaniyada çağırılmış Aguyen kilsə məclislə Augsburg sazişinin oxşarlığı. Kilsə 2 hissəyə parçalanmışdı. Bu xeyr, 1054 fərmandır. Yahudilərə dini etiqad azadlığı verilib. Xeyr, bu olmayıb. Sonra eyni minillikdə imzalanıb. Augsburg 1555 2-ci minillikdə, Aguyen 488 1-ci minillikdir. Quldar dövləti ilə, yəni Augsburg sazişi feodalizm dövrüdür. Xristiyan dininə aid olmaları, bəli, Aguyində də Mömin Vatsakan Xristiyan dini nizamnaməsinə aid bir sıra fərmanlar verib, həmçində Aguyen kilsə məclisində Augsburg sazişdə Xristiyan dininin parçalanması ilə bağlı idi. 45. 17-ci əsrdə İngiltərədə aqrar çevriliş başa çatıb, bu 18-dir. Sənaye burjaziyası parlamentdə iştirak hüququ qazanmışdı. Bu, demək, sənaye burjaziyası 1832 parlament islahatıdır, yəni 19-cu əsrdir. Tüdorlar hakimiyyəti
hakimiyyətə gəlib Ağqızılgüldən, Ağqızılgül müharibələrindən sonra 1485, dünyada ilk dəmir yolu da 1825-dir. Lordlar Palatası 1649-da 17-ci əsrdə kral hakimiyyəti, kral edam edilir, respublika elan edilir o zamandır. 46 C bəndi, yəni doğru cavab. Midiya hökmdarı Astiaqlayanlar arasında ziddiyyətlərin yaranma səbəbi Astiaq işğalçı müharibələri dayandırır. 2. Midiya, bir də Zərdüştlük dinin kahinləri maqlarla yaxınlaşır. 2, 3, B bəndidir doğru cavabımız. Türk Federalistlər Partiyası yaranır 1917-ci ildə. 1917-də Rusiyada 1-ci Duma çağırılır. Xeyr, 1-ci Rus inqilabı xeyr, Qafqaz zanişinin bərpası xeyr, Şollar su kəmərinin çəkilməsi 1917-ci ildir. 47-dir. 47-dən sonra 48-də yenə düzgün cavab tapmalıyıq. Biləcər-Petrovsk dəmir yolu 1900-cü ildə Bakı dəmir yolu xəttinin Qara dəniz sahilləri ilə yox, burada Ümumrusiya dəmir yolu şəbəkəsinə qoşulur Azərbaycan. A getdi. Kəndli əsasnamələr 1847-də Bəhrə ləğv edilmir, əksinə Bəhrə alınır. 1900-cü ildə ilk toxuculuq fabriki açılır və ilk hazır məhsul istəyən müəssisə meydana gəlir, Tağıyevin müəssisəsi, düzdür. İltizam ləğvi 1872 neft sənayesini inkişaf edir, düz. Neft sənayesində buxar mühərriklərindən istifadə müzləməyin ləğvinin heç bir əlaqəsi yoxdur. Bu da yanlışdır. Y-də getdi. Cavabımız C və D variantlarıdır. Yəni Y bəndi. Sonra 49-cu sualda muxtariyyət statusu verilən əraziləri istəyir bizdən. 1923-cü ildə Qarabağa, 24-də Naxçıvana. 1, 2. 50-ci sual Venn diaqramı. Şah Abbas, 2-ci Abbas, Süleyman, ortaq cəhət. Ruslarla silahlı münaqişə baş vermişdi. 1663, 1653 1-ci Abbasın dövrünə düşür. 1-ə gedir A bəndi. 1-ə A. 17-ci əsrin ikinci yarısında hakimiyyətdə olması 2-ci Abbas həm də Süleyman ikinci yarıda hakimiyyətdə olur. Bu oxşar cəhətdir B bəndi. Rusiya ticarət müqaviləsi 1667-də bu düşür demək Süleymanın dövrünə 1667. Kəndli sənətkarların vergi borclarını ləğv edir Süleymanın dövrü. D bəndi gedir 2-yə. 1-ə. Osmanlı ilə sülh müqaviləsi qəsr şirindən sonra Osmanlı ilə sabitlik olub. Sülh heç birinin dövrüdür. A, D, 2-yə C, 3-ə B bəndi. Sonra 51-ci testimiz hadisə nəticə istəyir, doğru. Orxan Qazi hakimiyyətə gəlir, inzibati islahatlar həyata keçirilir, doğru. Moxac döyüşü 1526 Viyanalərə keçirir, xeyr, Moxac Macarıstanlı olmuşdu, B-yi çıxırıq. Çirmən 1371 Serbiya məğlub edilir, düz. Əkbər Şah hakimiyyətə gəlir, dövlətin sərhədləri bütün Hindistanı əhatə edir. Xeyr, bu Əkbərin varislərinin dövrüdür. Şəmsəddin el tutmuş Dehlini tutur, yəni bir dövlətin əsasını qoyur. Söhbət Dehli sultanlığından gedirsə, bu əsasını qoyur Şəmsəddin el tutmuş yox, Qütbəddin Aybəkdir. A və C bəndi, yəni D. Daha sonra 52-ci sual reformasiyanın başladığı ölkəni istəyir. Bu 1517-ci ildə Almaniyada başlamışdır reformasiya. Daha sonra 53-də xronologiyadır. İngiltərə parlamentli monarxiya idarə etmə sistemi yaradılır 1689-cu ildə. 1600 şanlı inqilab. Krım xanlığı Rusiya tərəfindən işğalı Osmanlı tərəfindən təsdiq edilir 1791. Dünyada ilk dəmir yolu İngiltərədə 1825. İlk İngiltərədə hərbi diktatura 1653. Yazmağa yer yoxdur, problem yaradır. 1653. 1653 nəzərdə tutaq, yazmaq mümkün deyil, sığışmır bura. 4-cü 1653-dür. 4, yəni ən əvvəl olur 4-cü hadisə. Daha sonra olur parlamentli monarxiya sisteminin yaranması. Sonra
Krım xanlığının Rusiya tərəfindən işğalının tanınması, ən sonda da dünyada ilk dəmir yolu. Cavab 4, 1, 2, 3. Sonra AXC-nin xarici siyasətidir. Muğan Sovet Respublikasını yaradan bolşeviklərdir. Heç AXC-nin fəaliyyətinə aid deyil, həm də xaricini istəyir bizdən. Türkiyə Respublikası ilə Batum müqaviləsi dövründə Türkiyə Respublika deyildi, Osmanlı dövlətinə imzalanıb. Qacarlar dövləti AXC-nin müstəqilini de facto fəlsəfədə yox, de jure tanıyır. Gürcüstanla hərbi müdafiə 1919-da düzdür. İtaliyadan silah-sursat, hərbi ləvazat alınması bəli. 1920-ci ildə 4-5. Sonra 55. Böyük Monqol və Teymurilər üçün oxşar cəhd. Cənubi Qafqaza yürüş edib Böyük Monqol. Bəli. Kəşfiyyat yürüşü Cəbə Subutayın 1 götürə bilərik. Teymur Cənubi Qafqaz Azərbaycana yürüş edib 1 düzdür. Hindistana yürüşlər edib. Monqollar Hindistana Dehlinin zamanında istər Şəmsəddin el tutmuşda, Balabanda, daha sonra Xələcdə, Aydın Xələcdə görürük. Teymur da Hindistana, Dehliyə yürüş edib 1398. 15-də süqut edib, Teymurlər 1507-də süqut edib, 16-da bu səhvdir. Cənubi Çinin, ümumiyyətlə Teymur Çinə yürüş ərəfəsində vəfat edir. Monqollar tutublar, amma Teymurilər tuta bilməmişdilər. 56. Eradan əvvəl 2-ci minillikdə baş verən hadisələrə aid deyil istəyir. Hindistanda Ari tayfaları bu 2-ci minillikdə eradan əvvəl. Vahid Misirin yaranması bu düzdür. 2 doğrudur. Mixi yazı eramızdan əvvəl 3-cü minillikdə yaranıb. Bunu da götürürük. Niyə doğrudur? Yəni aid olmadığına görə. Dorilərin Mikena mədəniyyətini məhv etməsi bu 2-ci minillikdə. Bu doğrudur. Amma bizə yanlış istədiyinə görə 2-3-ünü götürəcəyik. Sonra 57-də uyğunluqdur. Fransa, İngiltərə, Almaniya. Azinkur döyüşdə 1415-də məğlub oldu Fransa. 1-ə götürürük A bəndini. A. Hindistana gedən dəniz yolunun kəşfi xeyr, bu səhvdir. Augsburg Almaniyada imzalanıb 1555 C. 1-ə A. 1-ə A-nı oxunan formada yazaq. Məğlub edilməz armada adlanan donanmaya İspaniya sahibi idi, getdi. Stuartlar da 1600-də İngiltərədə hakimiyyətə gəlib. 2-yə də Y. Belə.